Yoxdur. Yoxdur. Günümüzün fikir versəniz, onlar Allah Rasulundan heç danışmırlar. Yəni, Allah Rasulundan heç misal gətirmirlər. Amma sələflərə baxın, əhl-i sünnətə. Biz hər bir şeyi Peyğəmbər sallallahu aleyhi ve sellem ilə bağlayırıq. Çünki bu dini, bu şəriəti bizə Allah tərəfindən izahını verən kimdir? Allahın Rasuludur. Bu ayətləri əgər Allah Subhanahu taala istəsəydi, Peyğəmbərsiz də yer üzünə nazil edə bilərdi. Amma Allah Taala nə etdi? Onu Peyğəmbər vasitəsilə nazil etdi. Cəbrail əleyhissalam göstərdi, göndərdi ki, o Peyğəmbər o Allahın əmr etdiklərini insanlara çatdırsın. Və Allah Rasulü də Allah Taala'nın nə ona öyrədibsə, onlara hamısını bizə çatdırır. Hər bir şey. Çünki Allah Taala deyir ki, əgər sən deyir bir şeyi de biz tərəfindən çatdırmış, o biz sənin şah damarını kəsərdik. Qoparardıq, deyir Allah Taala. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem nə varsa hər bir şeyi bizə çatdırır. Amma biz bunlara baxırıq, bunlar bu zındıqlar görürsən ki, Peyğəmbər sallallahu aleyhi ve sellem heç dillərinə gətirmirlər belə. Nəinki hədislərdən söhbət edir. Onun dillərdən gətirmək. Çünki onlar Peyğəmbər sallallahu aleyhi ve sellem'i dillərinə gətirsələr, onların qoyduqları o məqsəd aradan qalxacaq. Məqsədləri də nədir? İnsanları ateizmə, deizmə sürükləmək. Onlar Quranı dilə biz Qurana bağlamaq. Onlar Qurana çağırmırlar. Onlar öz Quranlarına çağırırlar. Öz ağıllarına çağırırlar. Ona görə də yəni ki, biz onlara qarşı bu cürdə mübarizə aparırıq ki, yəni insanlar görsünlər ki, bunlar xaindir, bunlar yalancıdırlar.